Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bugün sizləri dəstək məqsədi ilə növbəti izaha çağırıram. Bu izah 5 suallıq sınaq izahı olacaq. İzah yararlı olarsa bəyənib paylaşmağı unutmarsınız. Vaxt itirməyək, başlayaq izahlara. Hansı cərgə eyniköklü sözlərdən ibarətdir? Bir müdavim bilməlidir ki, eyniköklü sözlər cərgəsini axtarıb tapanda mütləq həmin cərgədəki sözlərə tam fikir verməlidir və o cərgədəki sözlər hökmən quruluşca düzəltmə olmalıdır. Amma bununla bitmir. Həmçinin sözlərin kökləri eyni nitq hissəsi qalmalıdır. Yəni, qayda nə oldu? Eyni köklü sözlər quruluşca düzəltmə olmalıdır mütləq. Sadə və yaxud da mürəkkəb söz olmaz. Bundan əlavə köklər eyni nitq hissəsi olmalıdır. Gəl baxaq. Məsələn, bu sadə sözdür, bu mürəkkəb sözdür, bu da sadə sözdür, bu da sadə sözdür. Da nə qaldı? Cavab Y variantı. Bir daha tətbiq edək, bir daha qaydanı gözdən keçirək. Eyni köklü sözlər quruluşca mütləq düzəltmə olmalıdır və köklərdə eyni nitq hissəsi olmalıdır. Ona görə cavab Y variantı. Cümlələrin birində işlənmiş frazeoloji birləşmə amonimli xüsusiyyəti daşıyır. Amonim frazeoloji birləşmə nə deməkdir? Bir birləşməyə baxırsan və bundan bəhs etmir. Bir birləşmədən bir məcazi yox, iki məcazi çıxacaq ortaya. Əgər hansısa qarşında olan birləşmədən iki dənə məcazi məna çıxara bilirsənsə, iki dənə məcazi nümunə işlədə bilirsənsə, bunun adı olur amonim frazeoloji birləşmə. Baxaq, ürəyi yanmaq. Ürəyim yanır müdavimlərin halına ki, gecə-gündüz dərs oxuyurlar. Ürəyim yanır istidən, susuzluqdan. Gördünmü? O ürək yanmaq, bu ürək yanmaq. Hər iki nümunə məcazi nümunə oldu. Ona görə cavabımız B variantı. Xoşum gəlmir, yola düşür, yadına düşür, burnumun ucu görünür. Bunların da hamısında məcaziliyi var. Mən demirəm ki, yoxdur. Sadəcə A-da, C-də, D-də, Y-də bir məcazi var. O bir məcaziliyin adı sadəcə frazeoloji birləşmə sayılır. Amma amonim frazeoloji birləşmədə nağd olaraq iki məcazi sənə lazımdır. Ona görə variant B variantı. İzahlar yararlı olursa bəyənib paylaşmağı unutmayaq. Hansı cümlədə o əvəzindən sonra ürəyiniz istəyir vergül qoyun, istəmir qoymayın. Ən rahat sual tiplərindən biridir bu tip. Görün hansı cümləni iki məzmunda oxuya bilirsiniz? Cavabınız həmin variant olacaq. O, məktəbin yeni müəllimidir. Kim o? Vergül qoyacaqsan, mübtəda funksiyasındadır və özündən sonra isim gəlir. Bir də var, deyirəm ki, hansı məktəbin yeni müəllimidir? Deyirsən, bax, o qarşıda məktəb var, həmin o məktəbin. Deməli, birində kim sualına cavab verən şəxs əvəzliyi oldu, birində hansı sualına cavab verən işarə əvəzliyi oldu. Şəxs əvəzliyi funksiyasında özündən sonra vergül qoyuldu, işarə funksiyasında olanda özündən sonra vergül qoyulmadı. Variantımız olacaq C variantı. Təyini sayla ifadə olunmuş cümlə. İndi məntiqlə düşünək. Təyin necə olsun ki, sayla ifadə olunsun? Bu əslində rahat sual tipidir, maraqlı sual tipidir. Məsələn, təyinimiz sayla ifadə olunması üçün gərək say isimləşməsin. Çünki say isimləşəndə o zaman belə olur, ikincilər. O zaman da mübtədamız sayla ifadə olunur. Ona görə biz məhz təyin kimi görmək istəyiriksə sayı, gərək biz isimləşməyən variantı seçək. Cavabımız olacaq B variantı. Çox insan. Bax, burada isimləşib. Burada xəbərdir, təyin deyil. Burada isimləşib. Burada da zərfdir. Heç say deyil. Cavabımız olacaq B variantı. Desəydi ki, mübtədası sayla ifadə olunsun, o zaman A variantı olardı. Sual 5. Sifətə qoşulmuş qoşma hansı cümlədə işlənmişdir? Qoşma normalda ismə qoşular da. Məsələn, adil üçün, şəfəqə görə. Amma gör işin arasıdır ki, sifətə qoşulan qoşma var. Qoşma da nə vaxt sifətə qoşular? Görən nə vaxt?
İsimləşsə, evdəki kimi davranırdı. Yəni evdəki insan kimi davranırdı. Variant C variantı. Çobanla danışırdıq, ismə qoşulub. Körpə kimə baxırdı? Burada ümumiyyətlə qoşma yoxdur. Kimə? Sual əvəzlidir. Zaldakı səni gözləyir, qoşma yoxdur. Əvvəl burada zərfdir, səni çaşdırıblar variantımız oldu. C variantı. Normalda qoşma ismə qoşular, məstərə qoşular. Amma sifətə qoşulması üçün gərək isimləşsin. Məsələn, gözələ görə bu belədir. Çalışqan üçün fərqi yoxdur. Fikir verdinmi? Qoşma sifətə qoşulması üçün gərək isimləşsin. Belə dəyərli müəllim və müdavimlər, ümid edirəm izahlar yararlı, faydalı olur. Faydalı və yararlı olursa bəyənib ətrafınızdakı tanışlarla da bölüşə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.